Demin ki bir xəbər oldu, çox eyib. Yəni gəldi də, sözünü də dedi, getdi də. Bunları özümə borc bilmişəm danışmağa, deməyə, şəhidlərimizin haqqında təbliğat aparmağa. Ona görə borc bilmişəm ki, bu boş yerlər qalmasın. Sabahları o kitablarda, o məsəl üçün video kliplərdə, hər bir yerdə baxsınlar, izləsinlər, görsünlər ki, biz bu çağlarımızın haqqında da danışmışıq, öz qəmlərimizdən də danışmışıq. Ondan sonra xalqımız üçün də yer ayırmışıq, xalqımız üçün, vətənimiz üçün yer ayırmışıq, vətənimizə xatir də danışmışıq. Bəli, qələbəni Ruslan kimi oğullar gətirib Azərbaycana. Ailəmiz çox zəhmətkeş ailədir. Allah onlara səbir versin. Mən bu kişinin deyirdim ki, belə, bir 3 nəfər zəhmətkeşimiz varsa burada atalardan, biri Ramiz kişidir. Allah ona səbir versin. Ailə çox bir əzab, əziyyətli yol keçib, çətinlikləri çox olub. Yenə deyim sənə ki, məlumatımız var azdan çoxdan. Əlindən nə düşübsə gətirib, heç özü də yeməyib, bu uşaqlara yedizdirib ki, böyütsün, oxutsun. O da gəldi, birinin də taleyi belə tamamlandı. Yerdə qalanına Allah Taala can sağlığı versin, onlara əmin-amanlıq versin, xeyir və bərəkətli günləri çox olsun ki, həm yaşasınlar, ayaqda qalsınlar, həm də bizim bu qəhrəmanı və qəhrəmanlarımızı yaşatsınlar və bizi də gələcəkdə neynəsinlər, unutmasınlar. Bax, yanımda balaca qardaşımız dayanır, Allah qorusun. İndi sabah bir vaxt, bir zaman gələcək, məni yaşlı olanda da qoy desin ki, bax, o şəkilə baxanda mən onların hamısını görürüm. Bu filankəsin anasıdır, bu filankəsin atasıdır. Sənə mərd oğullar edər canını qurban. Sən yer üzünü, cənnəti sənə Azərbaycan. Sənə oğlumun tabutuna bükülən bayraq bir daha yenmə səmalarda dalğalan. Ulu torpaq, atalardan, babalardan yadigarsan. Sən qəhrəmanlar yurdusan, şəhid qanı ilə yoğrulmusan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Mənim vətənim bir yerdə gördüm ki, belə bir şeydir, yazı var. Yəni Azərbaycan həqiqətən də şəhidlər yurdudur, şəhidlər məskənidir. Azərbaycanın o gülşəsi yoxdur, o dağı, o aranı, o yeri yoxdur ki, orada bir şəhid məzarı olmasın, orada bir ana fəryad eləməsin, orada bir ata başını sinəsinə əyməsin. Yox, hər bir yerdə var. Amma bəzi cəmaatın bu hərəkətləri yandırır, tökür bizi. Onların bu cür şeyləri ki, baxıb görürük, bizim müqəddəs olan şeylər qalıb bir qıraqda, elə bir şeylərə meyl ediblər ki, o şeylər düşmənçilik yaradar şəhidlə. Şəhid bir müqəddəs varlıqdır. Onun hüzurunda sükutda ol, onun hüzurunda Allahdan nəsə istə. Onun süfrəsindən xəstə üçün nəsə götür. Sənə heç kim deməz ki, niyə götürdün? Onda şəfa var, onda bərəkət var, onda xeyir var. Onda ki, sən özün öz içində bu inqilab edib bunları cücərtmirsənsə, sənə nə şəfa var, sənə nə bərəkət var, sənə nə uğur var, nə saadət var. Dünyamız onsuz da getmişdir. Ömür də gedir, su kimi axıb gedir. Heç olmasa axirətimizi əldən verməyək. Həzrət Əli əleyhissalam deyir ki, sən ağlınla sevmə, bir gün ayrılarsan, qəlbinlə də sevmə, bir gün yanılarsan, ruhunla sev ki, bu dünyada da olmasa, orada qovuşarsan. Allah şəhidimizi rəhmət eləsin. Əziz analar, sizi də çox incitdim, mənə bağışlayın. Hərdən görürsən belə coşuram, sonra müəyyən qədər də ola bilsin, hər şeydən uzaqlaşıram, gedirəm, ancaq mən də bir dərdli insanam da, mən də bir qəmli insanam. Mənim də ürəyim ətdəndir. Məsələn, otururam, sızıldayıram. Oyun baxın, görürəm ki, bir dənə, elə mən yaşda, deyəndə ki, bir 40 yaşında, 35 yaşında cavan xanımdır, atasını qoyub internetə. Deyir ki, dilim gəlmir ki, sənə deyim ki, öldün. Atası üçün deyir, ha. Dilim gəlmir sənin üçün deyim, amma sən bizi bir təbərik dərk edib çıxır ki. Bax belə, bunlar da getdilər. Gözlərimiz də qaldı arxaları can. İndi o günləri yoldaşım da deyir.